sənin bədən dilin nə qədər cılızdırsa, sən bir o qədər çox qurban payısasına keçəcəksən. Mənim beynimdə fağır insan başqa bir formada tutaq ki, assosiasiya olunur fağırlıq, bir digərində isə başqa bir formada. Yəni bunu nəzərə alsaq, əslində bədən dili bizə fərqli təəssürat bağışlaya bilər də. Sizin bədən diliniz mənə fərqli nəhədə fərqli təəssürat bağışlaya bilər. Yəni bu mənada bizim danışdığımızın doğrudan da heç bir mənası qalmırmı bu bədən dilimizlə düzgün? Yəni düzgün assosiasiya olmaq nə deməkdir? Danışdığımız və bədən dilimiz. Sürüngen beyin hər zaman bizi həyatda saxlamaq uğrunda mübarizə apardırır. Yəni biz, məsəl üçün siz National Geography-yə baxsaz, görəcəksiniz ki, əgər bir şir, bir ceyran sürüsünə hücum edirsə, birinci hücum etdiyi ceyran zəif görünən ceyran olur. Bu o demək deyil ki, o pis ceyrandır, yaxşı ceyrandır. Yaşama uğrunda mübarizə bundan ibarətdir ki, sənin bədən dilin nə qədər cılızdırsa, sən bir o qədər çox qurban payısasına keçəcəksən. İndi səni qurban edəcəklər, etməyəcəklər bu mövzunun ikinci tərəfidir. Amma sistemin işləmə formulası belədir. Yəni istər dünya liderləri haqqında danışsaq da siz bunun bariz nümunəsini görə bilərsiniz. İstər sıravi həyatda da görsəz. Yəni hətta çox acizanə belə çox yazıq formada durmuş bir insan, bu onun təvazökarlıq nümunəsi deyil. Dünyada belə bir etiket yoxdur. Yəni dünyada belə bir qayda yoxdur ki, mən nə qədər çox belə əzik, çox belə aşağı formada dururamsa, bu mənim təvazökar olduğumu göstərir. Yəni bu bəlkə də hansısa bir məhəlli təfəkkür tərzi ola bilər.